Salam əziz dostlarım, yeni videomda xoş gördük hər birinizi. Bugün sizə bir izləyicimizin istəyini nəzərə alaraq belə bir ceyran gözü budağı tapmışam. Bu qışa fərqli bir çiçəkdir, məndə olmayan bir çiçəkdir. Bir izləyicimiz demişdi ki, bizə onun əkilməsini göstərin. Mən də elə bir günlərim bu budağı tapmışkən sizə bunun əkilməsini göstereceğim. Belə bəzi güllərimin qablarında dəyişmişəm. Onu da saxsısını dəyişdim. Çünki heç inkişaf eləmirdi. Belə bir qava əkmişəm. Burada bir geranım var. Onu da qabını dəyişdim və bu gözəl mənim o gözəl açan gülümün də qabını dəyişmişəm. Bu həmişə bağça torpağına əkirdim, amma bu səfər peyin də qarışdırmışam içinə. Bunu da belə qava əkdim. Bunları belə gün düşməyən sərin yerə qoymuşam. Şimdi bir həftə özlərini tutandan sonra bunu gün düşən yerə qoymağı nəzərdə tuturam. Hələ ki amma indi olmaz. İndi bu gülümüzün belə əkilmə qaydasını da sizə göstərim. Bu elə bir kət torpağımızdır. Mən həmişə buna heç nə qatmadan əkirdim. Amma indi belə peyin də qatacağım onun içinə. Belə peyin də qatdım. Bu saksılardan xeyli almışam. Spatfoliumum falan hamısı saksı dəyişməlidir. İnşallah ki görər. Mən qabı çox ehtiyacım olur. Bəzi güllərimin hamısının belə bir qabı dəyişməlidir. Belə bunu kət torpağı ilə bunu belə qarışdırıram. Belə əkəcəm o qaba. Bir dənə də sizin elə özünüzün yanında bir dənə də ceyran gözündən qırıvartma fikrindəyəm. Elə onu da indi göstərəcəm sizə. Belə bu kət torpağı ilə peyini, yanmış peyini qarışdırdım. Bu qabın da içinə belə çıngıl qoymuşam. Balaca qabdır. İçinə belə çıngıl qoymuşam. Suyu aşağı çöksün deyə. Şimdi təkəllə çəkirəm. Belə yığıram bunun üstünə. Tamam. Dolu yığmaq lazımdır ki, bir-iki dəfə su verəndən sonra bu güllər çökəcək aşağı torpaq. Torpağı bol olsun deyə belə bu tamam belə doldururam qabı. Qabımız sonra belə parmağımızla belə oyuq açırıq. Bunu da əziz dostlarım belə deyim elə sizə. Elə bil bunu mən əkən müddətində bunu qırıb gətirib tez əkmirəm. Bunun nə boydasını əkəcəmsə qırıram. Təmizləyəcəm, yarpaqları təmizləyirəm. Bax görürsünüz belə quruyur. Bunu bir yarım saat çöldə quruduram. Yarım saat, bir saat da olsa olar. Bax belə quruduram. Ondan sonra bunu belə əkirəm torpağa. Görürsünüz nə qədər dərinlikdə əkdim. Bax belə. Şimdi bunu belə möhkəmlə yanlarını basmaq lazımdır ki hava keçib elə qurutmasın. Bax belə. Bu olacaq bir ceyran gözü. Bu budaq özü əyridir, ona görə əyri durur. Yəni mən bunu düz əkdim, amma bu özü əyridir. Bax belə. İndi hərrəni fırlanıb axırda da suyun verəcəm. İndi bunu videolarımda bunu sizə göstərəcəm. Çünki bir bacımız demişdi ki, onu çəkinə necə etdiyini biz görək. İndi o bacım üçün də bir dənəsində mən təkrar qırım, təmizləyim, elə göstərim sizə. Yəni bu qaradır, belə deyə də bilmədim. Bana baxarıq, budağını qırım. Qaradan indi biraz hava istidir, nədirsə, belə açıq rəngi olur. Şimdi bunun bir dənəsi də belə əyri durur, onu da gedək qıraq. Təkrar onu da eyni qaydayla əkəcəm. İnşallah ki tutar o da.
Bu da limonumdur. Görürsünüz nə qəşəng çiçəklər açmağa davam edir. Çox gözəl də qoxusu var. Burada mən gül əkirəm. Bunun o qədər gözəl qoxusu, ətirli qoxusu olur ki. Çox xoşum gəldi. Bu mənim şirin limonumdur. Bir dənə də büyüklərim geranımdan əkmişəm. Belə mamam xiyar almışdı salafanda. Onun salafanında bu ceyran gözümdən bir budaq əkmişəm. İnşallah ki bu da biter. Bundan çünkü başka qavım yoxdur. Bir dənə qavımından varımdı. Bunun anası budur. Bunun anası bax budur. Bundan elə bir dənə qav varımdı. Çünkü artıq yoxdur. Başqa yoxdur. Elə bir dənə deyil. Mən də kulyonkaya onu əkdim. İndi kök tutsun, yaxşı olsun. Ondan sonra onu mən bir başqa qava alaram. İndi gedək o qara gerandan bir budaq qırım. Əkim. Belə. Bu ceyran gözümdə görürsünüz nə gözəl olubdu. Çox qəşəng olub bu da. Belə tamam. Bunu keçən il özüm artırmışam. Çox gözəl olubdu. Xır çiçəkdədir. Çox qəşəngdir bu da. Bu da onun anasıdır. Bundan qırıb artırmışdım. Belə gəldim. Görürsünüz bunlar başmağa başlayıb artıq. Artıq çiçəkləri çoxalıb. Hamısı gözəlləşib. Çiçəkləri tamam artıqdır. Belə gəldim bura bu ceyran gözünün yanına. Bu ceyran gözünü qırmışdım bilirsiniz. Bunun elə bir ki qırdım amma bir tərəfində qaldı da. İndi bir tərəfində qalanın mən bir budağın qırıb əkmək istəyirəm. Baxaq görək hansı qəşəngdir. Belə bunu buradan bir qəşəng belə qıracağım. Bax belə qırdım. Belki de bunu da qırım amma bilmirəm qırım qırmayam. Daha doğrusu heç əlimdə gəlmir. Çiçəklər üstündədir deyə hələ ki o dursam. Bax görürsünüz buradan xırda-xırda püçürlər verəcəkdir. Bax bu hissələrdən. Onu belə qırdım. Bu arada bir gözəl amaralisimi də görün. Görün nə gözəl çiçəkliyibdir bu. Tamamen çiçəkdədir. Yerdəki də çox gözəl açır. Şimdi gedək mən bunu da bacımızın özünün gözünün önündə belə əkim. Belə bax bunun bütün yarpaqlarını təmizləyirəm. Təmiz qoca yarpaqların. Bunun budaqları çoxdur. Belə tək əlindən çəkə bilmirəm belə. Amma yenə də göstərmək istədim. Belə bunun hardasa özünün 4-5 dənə budağı var. Bax belə sarılı olan bir gözəllik. Belə bir qap tapdım evdən. Onun içine biraz belə çıngıl tökürəm. Və bura torpaq doldururam həminki qaydada. Belə dostlar, ətrafa fikir verməyin, ətraf belə hər yan batdı. Bunu da əkirəm bu torpağa. Bunu belə bastıracağım. Tamam. Qədər hissə belə. Bunu gözlətmədim yarım saat. Hardasa bir 5-10 dəqiqə gözlədik. Amma indi buna su verməyəcəm. Hardasa 1 saatdan sonra bunların ikisinə də su verəcəm. İndi hələ biraz ki dursunlar. 1 saatdan sonra inşallah bunlara su verəcəm. Ətrafı biraz batıdım. Bu burada özü bir kol bizim geranımız olacaqdır. Bu da inşallah xeyrisi ilə bitsin. Bu çox qəşəng rəngdir. Bundan məndə yoxdur. Bu da məndə olub. Artırmadığım bir başqa geranımdır. Belə dostlar, sizə qısa da olsa bir
əkin baxım videosu elədim. İnşallah siz də bu qayda ilə əkərsiniz. Bol çiçəkləriniz olar. Əkməkdən qorxmayın. Gözəl gül görəndə bir budağın qırıb əkə bilərsiniz. Tutacaqdır, əmin olun ki, sərin bir kölgə yerə qoyun. Ən azı bir həftə 10 gün o sərin yerdə qalsın. Suyu quruduqca da dibinə su verin. O özü bitəcəkdir. Ola bilər ki, yarpağı saralar da, büz düşər də, xarab olar da, yəni ona fikir verməyin. O olan şeylərdir. Əsas odur ki, özü yerə köklənə bilsin. Belə dostlarım, buradan da sizlə sağlaşıram. Yeni videolarda görüşərik. Allah'a emanet olun.